Bildirmək istəyirik ki, 14 fevral 2026-cı il tarixində Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Nur uşaq evində 1 yaşlı Ömür Zeyniyevin qəfil halı pisləşməsi körpənin həyatına son qoyub. Qeyd edək ki, uşaq evinin məsul şəxsləri tərəfindən dərhal çağırılan təcili tibbi yardım briqadasının bütün cəhdlərinə baxmayaraq Ömür Zeyniyevin həyatını xilas etmək mümkün olmayıb. Təbliğin yaydığı məlumata görə 1 yaşlı Ömür Zeyniyev qızılca xəstəliyindən vəfat edib. Nur uşaq evində baş verənlərlə bağlı kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlara uşaq evinin müdirəsi Aynura Xudiyeva aydınlıq gətirdi. Xudiyeva Aynura Əjdər qızı, Nur uşaq evinin rəhbəriyəm. 5 günlüyündən Ömür bala bizdədir, biz saxlayırıq Ömrü. Artıq 2 yaşın içində idi, Ömür bala anası ilə qalırdı. Anası gəlirdi də, gedirdi də, yəni iş olanda gedirdi, iş olmayanda anası burada olurdu. Bizdə adətən uşaq evində körpə sığınacaqlarda körpə uşağı, yəni biz qəbul etmirik, anasız uşaqlar. Anasız uşaqlar ki, hansı ki körpə uşaqlar ki, hal-hazırda bizdə var, biz onları anası ilə qəbul etmişik. Onlar bizdə anası ilə sığınıblar. Ömür də yaxşı olmuşdu. Anası da buradaydı. Anasına hətta biz dedik ki, aparaq xəstəxanaya yatızdıraq. Anası da dedi ki, gedin. Sonra aparaq yatızdırmağa aparmaq istədik. Sonra uşağın birdən-birə vəziyyəti pisləşdi. Biz onda skor ilə çağırdıq ki, skor gəlsin. Skor da gəldi, lazımı tədbirləri gördü, hər bir şey elədi və nəfəs şüşə belə tutdular ki, nəfəsinə gördülər, nəfəsi gəlir. Aldılar qucaqlarına, kişi maşına nəfəsə qoyarlar, çatdırırlar xəstəxanaya. Xəstəxanaya artıq çatanda dedilər ki, rəhmətə gedib. Bizdə Nur uşaq evində 34 uşaq var. Uşaqların bir qismi başladılar xəstələnməyə, qızdırma, üşütmə, qarın ağrısı. Təbii ki, hamısına müalicə olundu, həkimə aparıldı, müayinə olundu, hamısına dava dərman yazıldı, özümüz də aldıq, xeyrsevərlərimiz də aldı. Sonra balacaları, digərləri çevirdilər qızılcıya. Yəni 7 dənə uşağımız da çevirdi qızılcıya, qızılca xəstəliyinə. O 7 uşaqdan biri də Ömür balaydı. Ömürdə də qızılca yarandı. 7 uşaqların hamısı müəyyən bir vaxtlar ərzində başladılar düzəlməyə, yüngülləşməyə. Ömür də çox yaxşı düzəlmişdi, hətta oturub oynayırdı. Dünən Ömürdə belə bir şey oldu, başladı xırıltı olmağa, belə xırıltı. Biz zəng elədik, gördük ki, xırıldayır bu uşaqda, yəni göyərmə var. Zəng elədik skoriya ki, aparaq xəstəxanaya. Skor gəldi, onda boğulmalar vardı. Skor gəldi, xəstəxanaya aparana qədər yolda rəhmətə getmişdi. Bizim sığınacaq olaraq 3 yaşından yuxarı uşaqları saxlamağa icazəmiz var. 3 yaşından aşağı uşaqlar saxlayırıqsa, o uşaqların anaları yanındadır. Ömrün anası da gedirdi, işləyirdi, gəlirdi, qalırdı. Yox, yoldaşı yoxdur. Bildirdiyinə görə, yəni biz bilmirik onu, yoldaşı yoxdur, ayrılıb. Yox, deyəsən, nikahdan kənar olub, qeyri-rəsmi olub və orada da bildirdi ki, dünən prokuraturada deyəsən, ata tutulubdur. Uşaq ananın soyadındadır, bəli. Qeyd edək ki, Ramanı qəsəbəsində fəaliyyət göstərən Nur uşaq evi sosial və həssas qrupa aid uşaqlara qayğı və dəstək göstərən müəssisələrdən biridir. Burada yerləşdirilən uşaqların təhlükəsiz şəraitdə böyüməsi, onların sağlamlığına nəzarət və gündəlik ehtiyaclarının qarşılanması əsas şərtdir. Müəssisədə uşaqların qidalanması, tibbi nəzarəti və gündəlik baxımı təşkil olunur. Onların fiziki və psixoloji inkişafına diqqət yetirilir. Eyni zamanda uşaqların sosial həyatı, ünsiyyət bacarıqlarının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Belə müəssisələrin fəaliyyəti cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Nur uşaq evində valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara gündəlik qidalar, təmiz geyim, qayğıkeş mühit yaratmaqla uşaqların sağlam və təhlükəsiz şəraitdə böyüməsinə hər cür şərait yaradılmışdır.